Hal-hazırda çox məşhur olan markaların ilk yarandıqda nələr istehsal etdiyini bilsəniz çox təəccüblənərsiniz. Belə ki, Sony şirkəti 1946-cı ildə ilk yarandığı zaman elektrikli düyü bişirən istehsal edirdi. Bu cəhd uğursuz olduqdan sonra radio istehsalına başlamışdı. Telefon şirkəti kimi tanıdığımız Nokia ilk vaxtlar tualet kağızı və rezin çəkmələr istehsal edirdi. Colgate-Palmolive şirkəti ilk yarandığı zaman sabun və şam istehsal edirdi. Avtomobil nəhəngi BMW isə 1917-ci ildə təyyarə mühərriklərini istehsal edirdi. Hətta logosundakı mavi ağ hissənin təyyarə pərini simvolizə etdiyi deyilir. Lamborghini kimi bu gün çoxumuza əldə çatmaz görünən şirkət isə əvvəllər traktor istehsal edirdi. Sonralar Ferruccio Lamborghini Ferrari markasından narazı qalaraq öz avtomobil brendini yaratdı. Samsung kimi günümüzdə dünya elektronika lideri sayılan şirkət ilk yarandığı zaman 1938-ci ildə quru balıq və ərişdə satışı ilə məşğul olurdu. The Coca-Cola Company məhsulunun ilk vaxtlar apteklərdə dərman kimi satıldığını bir çoxumuz bilir. LG Corporation şirkəti isə ilk yarandığı zaman diş pastası, sabun və kosmetik vasitələr istehsal edirdi. Bəs sizə ən çox hansı şirkət təəccübləndirdi? Yorumlarda qeyd etməyi unutmayın.